Merhaba, Maarifçi tələbə məzun proqramının 37 qalibindən biriyəm. Hal-hazırda peşə təhsili üzrə Dövlət Agentliyinin insan resursları sektorunda təcrübəçi olaraq fəaliyyət göstərirəm. Sektorda kadr əmrlərinin hazırlanması, elektron sənəd dövrəsinə yüklənməsi, həmçinin Elm və Təhsil Nazirliyinin son zamanlar yaratdığı HRM, yəni insan resurslarının idarə olunması elektron sistemində kadrların məlumatlarını köçürməklə məşğul oluram. Maarifçi tələbə məzun təcrübə proqramı ilə ilk tanışlığım sosial şəbəkələrdən birində oldu və CV-mi göndərərək tələbə məzun proqramına müraciət etdim. Daha sonra test mərhələsindən uğurla keçdikdən sonra müsahibə mərhələsinə dəvət olundum və müsahibə mərhələsində uğurla başa vurduqdan sonra təcrübə proqramında fəaliyyət göstərməyə başladım. Karyeramı dövlət sektorunda qurmaq istədiyim üçün Maarifçi təcrübə proqramına müraciət etdim və bu təcrübə proqramında əsas diqqətimi çəkən mövzu oldu ki, təhsil sahəsində gənclərə müxtəlif Təhsil Nazirliyinin müxtəlif strukturlarında təcrübə keçmək fürsəti yaradılıb. Gələcəkdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrindən birində çalışmaq istəyirəm və düşünürəm ki, Maarifçi tələbə məzun proqramında əldə etdiyim praktiki və nəzəri biliklər bu məqsədimin reallaşmasında əsaslı rol oynayacaq.